1945-ci ildə Dərələyəz mahalının Qabaqlı kəndindən anadan olmuşam. 1959-cu ildə Qabaqlı kənd 7-lik məktəbini bitirdikdən sonra Qovuşu kənd orta məktəbinin 8-ci sinifinə daxil olmuşam təhsilimi davam etdirmək üçün. Qovuşu kənd orta məktəbində təhsilimi davam etdirməyə başlayan zaman ilk ədəbiyyat müəllimim və məktəb direktorum Həsən Mirzəyev olub. Müəyyən dövrdən sonra məktəb direktoru vəzifəsini Xəlil Xəlilov keçib, ondan sonra Əhməd Abdullayev. Mən 1962-ci ildə orta məktəbi bitirdikdən sonra Pedaqoji Universitetin Fizika Fakültəsinə daxil olmuşam. 1964-cü ilin noyabr ayında orduya çağırılmışam. Onu da qeyd edeyim ki, xalq şairimiz Vahid Əziz mənim əskər yoldaşım olub. Ordudan qayıtdıqdan sonra, institutu bitirəndən sonra Bakıda 57 nömrəli məktəbdə müəllim işləmişəm. Sonralar ailə vəziyyətimə görə və vətən sevgisi məni məcbur edib ki, Dərələyəzə qayıdım. Qayıdıb Qovuşu kənd orta məktəbində fizika müəllimi işləməyə başlamışam. Müəyyən bir dövrdə artıq 1973-cü ildən Qovuşu kənd orta məktəbinin direktoru işləmişəm. Mən məktəb elm sahəsində çalışmaqla bərabər ictimai işlərdə də fəal işləmişəm. Demək, Azərbaycan bölməsi üzrə bilik cəmiyyətinin sədri olmuşam. Yerli sovet deyirdilər, yerli sovetin deputatı olmuşam. Dəfələrlə qurultay nümayəndəsi olmuşam. Belə bir mənalı ömür yaşadıq. Və 1988-ci ildə də məlumdur ki, hansı vəziyyətdə biz Ermənistanı öz ana vətənimizi tərk elədik. Erməni xisləti, erməni xarakteri bugün bütün dünyaya məlumdur ki, erməni kimdir? 1988-ci ildə Sovet quruluşunun laxlaması zamanı həmin fürsətdən istifadə edən ermənilər milli məsələni qaldırdı və belə bir məsələ qoyuldu parlamentdəki, Ermənistan parlamentində 1988-ci il noyabr ayının 30-undan sonra Ermənistan torpağında bir dənə türk qalmamalıdır. O da onunla nəticələndi ki, biz də yay aylarından bütün ailənin uşağı çıxartmışdıq. Az-çox silahı olanlar, müdafiə qabiliyyəti olanlar, kişilər qalmışdı kənddə. Hətta belə bir ümid var idi ki, bu dövlətdə bir laxlamalıdır, ola bilər ki, bu məsələlər müsbət sonluğuna qutarar. Axşam saat 6 idi, məni çağırdılar ki, bir polkovnik çağırır. Gəldim, maşınlar düzülüb, palatkalı, iri uzun maşınlar və BTR arada dayanıb ki, saat 6-dan sonra sizin müdafiənizə heç kim məsuliyyət daşımır. Siz bir ziyalı adam kimi, siz dedilər ki, siz bizə cavab verməlisiniz, yığışın gedin. Mən də çağırış etdim, hamısına dedim ki, yığışın. Demək, oradan yola düşəndə, hətta onların belə bir planı olub ki, Əzbəyev rayonunun, o Paşalı rayonudur. Orada qayadan maşınları töküb, bizi qırma planı varmış. Və ondan xəbər tutan həmin polkovnik, ora adamlar, əskərləri yollayır, rahat cəmaat gəlir və işğalananda biz Naxçıvana çatdıq. 88-ci ildə demək olar ki, hətta yaxşı münasibətdə olan ailələr arasında güclü bir soyuqlaşma hiss olundu. Bir nəfərlə yenə mənim ziyalı adamla söhbətim əsnasında mən ona sual verdim ki, görürsən, gənclər, qocalar nə qədər yaxşı münasibətdir. O mənə cavab verdi ki, Hüseynov, bu bir erməni xəstəliyidir. Allah bu keşişlərlə daşnaqların evini yıxsın. Xalqın qanına bu Hay-Türk məsələsini elə yerləşdiriblər ki, inanırsan ki, birinci xəstə mənim özüməm. Ziyalı adam, uzun illər salamı olan və eyni kollektivdə, eyni bir təşkilatda işləyən adam bu sözü dili ilə deyirsə, o boynunu alırsa da buna nə demək olar ki? Demək, bu xəstəlik illərlə, kilsənin təlimi ilə,
yaradılan Daşnak Partiyasının təlimi ilə bütün dünyanın hər yerində elə idi. Bizdə təsir şöbəsinin müdürünün kabinetində asılmışdı. Yer kürəsində hansı ölkədə Boliviyadan, Argentinadan, Filippindən, Çindən belə nə qədər o ölkədə erməni var, onun siyasi də asılmışdı. Buna nə deyəsən? Demək, bu dövlət səviyyəsində, alimlər səviyyəsində harada erməni var, o erməniçilik özünü göstərir, bugün də elədir. Doğulduğun yer sənin üçün vətəndir. Doğulduğun yer həmişə gecələrdə yuxuna girir. Mütləq elədi, bugün də elədi. Bu yaşa çatmışam, bugün də elədi. Bir dəfə bir jurnalist Telli xanıma, Pənah qızına sual verdi ki, axı bu elmə, savada, kitab, dəftər, qələmə, sizdə bu hardan yaranıb bu arzular? O belə düzgün bir cavab verdi ki, şərait tələb edirdi ki, biz belə olaq. Nə qədər ali təhsil alıb qayıtsan da orada işə düzəlmək çox böyük problem idi. Biz gələndə ilk dəfə icma yarandı, belə bir icma formasında bir təşkilat. Hökumət evinin yaxınlığında İldırım Bağırovda ora rəhbər təyin edildi. İldırım Bağırovda Amasya rayonunda birinci katib işləmişdi. Ermənilər də onu cəhd eləmişdilər ki, məhv eləsinlər. Qoçaq insanlar onu o vaxt xilas eləmişdi. Azərbaycan xalqının qanında mərdlik var. Dost olanda dost kimi özünü aparır, düşmən olanda düşmən kimi aparır. Amma bu xarakter erməninin erməniliyini bütün dünya bilir. Biz bəzən kəskin danışırıq ki, öz həqiqətimizi sübut eləməyə çalışırıq ki, bu torpaq bizimdir, tarixən bizim olub, bizim xalq mərddir. Bəzən də mən deyirəm, gözünüzü çox yormayın. Bütün dünya xalqları Avropada, Avropanın arxivləri də, onun köhnədən neçə əsr bundan əvvəl səyyahları da, alimləri də Qafqazı, Azərbaycanı gəzəndə arxiv sənədlərini bizim alimlər sağ olsun. Son vaxtlar arxiv sənədlərini çıxardırlar. Rusiyanın, Avropanın, Gürcüstanın arxivlərindən lazım sənədlər çıxardırlar. Hətta 1-ci Nikolayın arxivindən sənədlər çıxardırlar ki, Azərbaycanı tabi eləmək üçün, torpaqda ermənini məskunlaşdırmaq üçün hansı yollardan istifadə eləmək lazımdır. O məktublar bu saati bizim alimlərin sağ olsunlar çıxardırlar və mətbuatda, televiziyada xalqa çatdırırlar. Avropa Şurasından komissiya yaradıldı. 30 il ilə gəldilər, getdilər, gəzdilər, istirahət elədilər. Bir dəfə gəlib demədilər ki, sizin dərdiniz nədir? Bir dəfə Avropa Şurasından bir neçə nəfər gəlmişdi. Bakıdan da mənə göstəriş verdilər ki, məcburi köçkünlərlə onların görüşünü təşkil edəyim. Görüş vaxtı onların içində çox savadlı və aqressiv davranışlı bir qadın vardı. Belə bir sual verdi ki, məcburi köçkünlərə 26-cı məhəllədə, yataqxanada böyük izdiham idi. Azərbaycan hökuməti sizə necə münasibət bəsləyir? Həftədə neçə dəfə ət xörəyi yeyirsiniz? Mənlə gedən sadalamıram, vəzifəlilər də var idi. Bakıdan onlar da gəlmişdi. Mən çox belə bir balaca da əsəbi halda dedim ki, mən anlamıram ki, siz bura gəlmişsiniz, məcburi köçkünlərin problemini yüngülləşdirmək, vətən həsrətinə bir toxtaqlıq verməyə gəlmişsiniz, yoxsa ehtiyac içində boğulan insanları Azərbaycan hökumətinin üstünə qaldırmağa gəlmişsiniz bura siz? Sustu. Hətta dedim ki, o erməni rəhbərləri Avropada toplantılarda deyir ki, Azərbaycanda bizim elədiklərimizlə fəxr edirik. Ona siz cavab vermişsiniz ki, bu qədər adam eləmiş, soyqırım Xocalıda olub. O haqda bir dənə məsələyə siz baxmamışsınız, amma burada gəlib deyirsən ki, məcburi köçkünlər həftədə neçə dəfə deyirsən, Azərbaycan hökuməti sizə necə baxır? Demək, siz gəlmişsiniz bu xalqı Azərbaycan hökumətinin üstünə qaldırmağa bilmədilər. Bir dəfə məni icra hakimiyyətinə çağırdılar. Hələ Sovet dövrü idi. Biz 88-də bura gələndə ki, Moskvadan, mərkəzi komitədən nümayəndələr gəlib.
Ermənistandan gələnlərlə onların görüşünü təşkil eləyin. Problemlər haqqında onlar maraqlanır necə. Ermənistanda ailə quran qadınlarla müəllimələr tanıyırdım, abişkək. Demək, bizim Azərbaycanlılar İkinci Dünya Müharibəsindən sonra təhsil alanda Rusiyada ailə quranlar Rus milliyyəti olan qadınları və o ailələrin görüşünü təşkil edim ayrı və məsələni belə qoydum ki, söz deyilir, amma həqiqətdir, həqiqət deyil. Onu daha inamlı olmaq üçün bu müəllimələri, onların içində yaşlıları da, nəvələri olan var idi ki, gəlmişəm, siz onlardan soruşun. Bəlkə də bizim dediklərimizdə müəyyən əyintilər ola bilər. Hansı şəraitdə biz çıxmışıq, nələr idi bunlar? Onlar elə danışdılar ki, o Moskvadan gələnlər belə qızardılar hamısı ki, bu siyasət sizin siyasətdir. Qarbaçovun səhvidir. Azərbaycanın nə günahı var? Azərbaycanlıların nə günahı var? Torpaq iddiası olan ermənidir. O torpaq iddiasına görə də qan tökülür, insanlar məhv olur. Qaçqınların toplantısı, alimlər də vardı orada. Allah rəhmət eləsin, İsrafil Məmmədov, Hidayət Orucovla mənim görüşlərim Savadda hələ Ermənistanda olarkən, onlar da vəzifəli şəxslərdi, ziyalı adamlar idi. Söhbətimiz olurdu və biz deyirdik ki, bu problemlərlə məşğul olan elmi bir mərkəz olmalıdır. Elmi bir mərkəz olmalıdır. Həm siyasi, həm elmi cəhətdən ortalığa faktlar qoyulmalıdır. İllər keçdi, həmişə biz gileylənirdik ki, belə bir arxivlərdə işləyən alimlər, sözü keçən adamlar, dünyanın müxtəlif ölkələrinə gedib təbliğat aparmaq üçün bir fəaliyyətdə olan təşkilat lazımdır. Elə bunu deyirdik və gileylənirdik. Nəhayət ki, ölkə prezidentinin sağ olsun ki, belə bir təşkilatı yaratdı və hər bir ziyalı bu istiqamətdə əlindən gələni elmi sahədə eləməlidir. Bugün bizim qəbirlərin nurla da olsun, şəhidlərimiz öz qəhrəmanlığını göstərdi. Bundan sonra isə Heydər Əliyevin qoyduğu elmi sahədə qoyduğu yolla bu cəmiyyəti Azərbaycanımıza aparmayıb. Buna görə də hər bir iş başında olan ziyalılar, savadlılar, zəhmətkeşlər, ailədə, təşkilatlarda məsələni elə qurmalıyıq ki, bu yolda, Heydər Əliyevin qoyduğu yolda büdürəməməliyik, sona qədər getməliyik. Elə İrəvanda bir dənə cavan qadın deyir ki, mənim gözümün ağı qarası bir oğlum vardı. Nəyə görə? Onun meyidi Azərbaycan torpağından gəlməlidir. Bütün dünya bilir ki, o torpaq Azərbaycan torpağıdır. Niyə mənim gözümün ağı qarası bir oğlumun meyidi oradan gəlməlidir? Bu məsələni qaldıran Qarabağdan olan 5-6 dağa başımıza bu faciəni gətirdi. Getsinlər, cavab versinlər xalqa. Həqiqət budur. Bayaq dediyim kimi, bizim igid oğullarımızın bugün də həmin mövqedə duran oğullar var. Soyuqda, istidə, düşmənlə qarşı-qarşıya, axşamlar görürük, hələ gəlirlər Avropadan falandan, binokuldan Azərbaycan torpaqlarına baxırlar, falanlar tökürlər, neyniyirlər. Birlik, 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 savad. Birlik, savad.